Qarabağın Çempionlar Liqası macərası davam edir və bugün Misliazın təqdimatında Atletik Bilbao Qarabağ oyunu haqqında danışacağıq. İlk iki turdan sonra maksimal nəticəni özün üçün qarantilayan Qurban Qurbanovun yetirmələri bu pozitiv tendensiyanı davam etdirmək təbii ki istəyəcək. Nəzərə alsaq ki, Atletik Bilbao ilk iki turdan sonra 2 məğlubiyyət və mənfi 5 top fərqi ilə turnirin sonlarında gedir. Bu oyuna nikbin baxmağa dəyər. Düzdür, Atletik Bilbao evdə oynayır, Nico Williams meydandadır və təbii ki ilk iki turda olan o aciz məğlubiyyətlərin hesabını Qarabağdan almağa çalışacaq Bas klubu. Lakin Qurban Qurbanovun da planına güvənmək, inanmaq lazımdır. İlk öncə düşünürəm ki, qarşılıqlı hücumlar şəraitində keçən oyun bizi gözləyir. Ona görə də hər iki komandanın fərqlənməsi olduqca realdır. 1.92 əmsal qarşılığında hər iki komandanın da gol vuracağını düşünürəm. Düzdür, bir çox amillər bizə tərəf işləməyə bilər, amma biz buna öyrəşmişik. Üstəlik, Atletik Bilbao hal-hazırda psixoloji bir çətinlik çəkir. Bu, bir o qədər də oyunla bağlı deyil. Ona görə də sırf bax bu ruh yüksəkliyində olan komandamız bu günləri bax bundan yapışaraq çox yaxşı xarakter göstərərək bu oyunda ən azından məğlub olmayacağını düşünürəm və 2.96 əmsal qarşılığında bu variantı da öz kuponunuza əlavə edə bilərsiniz. Təbii ki, oyun necə yekunlaşacaq, bunu yalnız və yalnız vaxt göstərəcək. Hər halda nəticədən asılı olmayaraq biz yenidən Qarabağa bol-bol uğurlar arzulayırıq və oradan İspaniyadan Azərbaycana gülərüz və çox yaxşı nəticə ilə qayıtmağını arzulayırıq. Uğurlar Qarabağ!